Görübsünüz bu şikari heyvanlar, itləri. Tərəf şikarçıdır, yanında 5-6 dənə balaca it aparır. Gövdə ki, kəpçi vurur, kəhliyi. Qərqavılı vurur, düşür dağların, daşların, səxrələrin arasına. Bu heyvan 1000 dənə zəhmətlə özü vurur, suva çıxır o dağların, daşların arasından o xoşməzə qərqavılı, xoşməzə kəhliyi alır ağzına, özü acından ölür ha. Amma üçün o sahibinə vəfadardır, ona xiyanət eləmir. O sudan onu keçirdir, gətirir, dayanır bu sahibin qabağında, quyruğun toğluyur. Ki mənim ağzımdan bunu al, məndən bir təşəkkür elə. O da alır, o kəpçi özü pişirir, sümüyünü atır bu heyvana. İt acından ölürdü, bəli, o sahibinin xoşməzə ətinə xiyanət eləmədi. O adam ki, məmləkətinə xiyanət elədi. İtdən dərsir, itdən dərsir. Heyvandan da pəs. Heyvandan da pəs. Xaini gərək 100 metr qazıb yerdə quyulayasan ki, məbada xainin ətindən bir dənə alaq becərə, alağı bir dənə heyvan yesə, o da bir qeyrət olur. Xiyanət kimi kəsib bir əməl ruzqarda yoxdur. Hər kəs bu millətə, qeyrətli millətə xiyanət eləyib. Məqsəm əxirən böyük sərmayələrimizi əldən verməyə xiyanətin ətrubu gəldi. Allah xainləri və həqqə əmir-i möminə bu günün sahibi rişəkən eləsin inşallah.